Değerli dinleyiciler, bugün 1404. ilin Bəhmən ayının 22'si, 2026. ilin Fevriye ayının 11'i Araz News Radyosu'nun haber bülteni ile karşınızdayım. Haber başlıkları. Casim bin Həməd stadyumunda Azərbaycanın traktor timinin məğlubiyyətsizlik serisi sona çatdı. İran Millətlərinin Demokratik İtilafından Brükseldəki etiraz mitinginə dəstək çağrısı. Səltənətçi fəaldan dəhşətli sözlər. Keşke mən də Azərbaycan qırğınında iştirak edib daha çox insan öldürəydim. Azərbaycan Milli Direniş Təşkilatının sözcüsündən Brüksel mitinginə dəstək çağrısı. Azərbaycan Milli Məclisinin geçmiş təmsilcisi Fəzail Ağamalı vəfat etdi. Üniversite öğrencilərindən səltənətçi cəryana təpki. Öğrenci hərəkətinin müsadirə olunmasına icazə verməyəcəyik. Doların bahalaşması Tehranda mənzil qiymətlərində böyük artışa səbəb oldu. Xəbərlərin ayrıntıları. Asiya Elit Liginin 7-ci həftəsi çərçivəsində keçirilən Azərbaycan traktoru ilə Qətərin Əl-Sədd timləri arasındakı qarşılaşma Əl-Səddin 2-0 hesablı qələbəsi ilə sona çatdı. İranın ev sahibliyi hüququnun əlindən alınması səbəbilə Casim bin Həməd stadyumunda oynanan bu maç traktorun bu sahədəki ilk məğlubiyyəti olaraq qeydə alındı. Oyunun ilk qolu 62-ci dəqiqədə vuruldu. Əl-Sədd timi Əkrəm Əfifin pasından sonra Rafa Muçika, Əli Rıza Biranvəndi yanıldıb ilk qolu ataraq önə geçdi. Əl-Sədd oyunun kontrolunu ələ geçirərək ikinci qolu da vurdu və 3 puan əldə edərək qələbəsini qətiləşdirdi. Traktor Domagoy Drujdek, Əmir Hüseyn Hüseynzadə və Reji Lojkiya kimi oyuncuları ilə bir çox qol pozisyonu yaratsa da, bu fürsətlərdən yararlana bilmədi. Əl-Səddin qapıçısı Məşəl Berşamin uğurlu qurtarışları Azərbaycan təmsilcisinin qol vurmasına mane oldu. İranda Millətlərin Demokratik İtilafı yaydığı bəyaniyyə ilə Brükseldə etiraz mitingi keçiriləcəyini elan etdi. İtilaf, azadlıqsevər qüvvələri, insan haqları fəallarını, Avropada yaşayan İranlı və qeyri-İranlı vətəndaşları bu mitingdə iştirak etməyə çağırdı. Sözügedən İtilaf öz bəyaniyəsində İrandakı geniş baskılara, edamlara və insan haqları pozuntularına işarə edərək Cümhuriyyə İslamini islah edilməz olaraq karakterizə etdi. Bəyaniyədə Brüksel mitinginin amacları İran xalqının azadlıq mübarəsini dəstəkləmək, edam və baskıları məhkum etmək, Cümhuriyyə İslaminin siyasi və diplomatik boykot edilməsini tələb etmək və Avropa ölkələrindəki səfirliklərin bağlanılmasını istəmək olaraq vurğulandı. Demokratik İtilaf eyni zamanda İranda əsarət altındakı millətlərin vətəndaşlarından öz səmbol və bayraqları ilə bu yürüşə qatılmalarını istədi. Çağrıya əsasən bu miting 14 Fevriye 2026 şənbə günü saat 13-dən 17-yəcək Brükseldə keçiriləcəkdir. Yürüyüş rotası Ədliyyə Sarayından Avropa Parlamentına qədər belirlənmişdir. Təşkilatçılar bu mitingi İran xalqının tələblərini uluslararası səviyyəyə daşımaq və Cümhuriyyə İslami üzərindəki siyasi təzyiqi artırmaq istiqamətində önəmli bir addım olaraq görürlər. Almaniyada yaşayan bir səltənətçi fəal öz Instagram səhifəsində yaydığı video ilə 1325-ci ildə Azərbaycan millətinin qətlam edilməsini açıq şəkildə müdafiə edərək bunu Pəhləvi hökumətinin düzgün addımı olaraq dəyərləndirdi. O, videosunda belə deyir: "Keşke mən də Pəhləvinin Azərbaycandakı qırğını zamanı orada olaydım və onun daha çox insan öldürməsinə kömək edəydim. İran şahındır." Sözügedən şəxs açıqlamanın davamında çəlişkili bir biçimdə Pəhləvi hökumətinin Azərbaycan xalqına qarşı törətdiyi qətlamla bağlı hər hangi bir sənədin olduğunu inkar edərək bu barədə heç bir mədrəkin olmadığını iddia etdi. Ancaq tarixi sənədlər bu iddiaları yalanlayır. İradə-i Azərbaycan qəzeti 2 Xordad 1330 tarixli 18-ci sayısında həyatını itirənlərin sayı barədə belə yazır: "Əgər Müsəddiqin bacı oğlusu Cənab Bəyat Azərbaycan valisi olmasaydı,
və Şahənşahi ordusunu pişəvərilərə təslim etməsəydi, 20 min Azərbaycan gəncinin qanı tökülməzdi. Eyni zamanda Pəhləvi rejiminin yüksək rütbəli məqamlarından olan Ərtişbod Hüseyn Fərdost, Zuhur və Suğut-i Səltənət-i Pəhləvi adlı xatirə kitabının 1-ci cildində 151-ci səhifədə 22 Azər 1325 hadisələri barədə yalnız Təbriz şəhəri üçün belə yazır. Küçələrin kənarında edam olunanların cəsədləri çox görünürdü. Təxminən 2000 ilə 3000 nəfər arasında insanı edam etmişdilər. Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü yaydığı mesaj ilə Cümhuriyyə İslamini məhkum etmək amacı ilə Brükseldə keçiriləcək etiraz mitingini dəstəklədiyini bildirdi. O, əsarət altındakı millətlərin və azadlıqsevər cəryanların dayanışmasının önəmini vurğuladı. Araz News'un verdiyi məlumata görə Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi Araz, Brüksel şəhərindəki etiraz mitinginin İran millətlərinin demokratik etilafı daxil olmaqla bir çox əsarət altındakı millətin təşkilatının iştirakı ilə gerçəkləşəcəyini açıqladı. Sözü gedən mesajda Cümhuriyyə İslami və mərkəzçi cəryanların İrandakı millətlərin tələbləri qarşısında durduğu bir şəraitdə azadlıqsevər və demokrasi tərəfdarı olan bütün cəryanların birlikdə mübarizə aparmağa məcbur olduğu qeyd edildi. Dirəniş təşkilatı Avropada yaşayan əsarət altındakı millətlərin vətəndaşlarını öz milli simgələri və bayraqları ilə bu mitingdə fəal iştirak etməyə çağırdı. Bu mitingin əsas amacı istibdad, faşizm və hər növ müstəmirəçiliyə qarşı qətli mövqeyi sərgiləməkdir. Sözü gedən etiraz mitinginin 14 fevriyə şənbə günü Brükseldə keçirilməsi planlaşdırılır. Azərbaycan Cümhuriyyəti Milli Məclisinin keçmiş millət vəkili Fəzail Ağamalı həyatını itirdi. Onun vəfat xəbəri siyasi və mədəni fəallar arasında böyük üzüntü ilə qarşılandı. Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi Araz X sosial şəbəkəsində yaydığı mesajda bu xəbərdən duyduğu kədərini dilə gətirərək Fəzail Ağamalının vəfatının onları dərin həsrətə boğduğunu yazdı. Cavadi, Ağamalını bütöv Azərbaycan ilkəsində və Güney Azərbaycan məsələsində qərarlı bir həqiqi vətənsevər olaraq karakterizə etdi və onun bu yolda hər zaman əlindən gələn dəstəyi verdiyini bildirdi. Sözü gedən mesajda habelə Ağamalının öz ofisinin qapılarının hər zaman Güney Azərbaycanlı fəalların üzünə açıq saxladığı və bu mövzudakı fəaliyyətlərdə daim onların yanında yer aldığı vurğulandı. Dirəniş Təşkilatının sözçüsü mesajının sonunda mərhumun ailəsinə və yaxınlarına başsağlığı verərək ona Tanrıdan rəhmət dilədi. Sosial mediada bəzi öğrencilərin Rıza Pəhləvini dəstəklədiyinə dair yayılan iddialardan sonra ölkənin bir çox universitəsindən öğrenci qrupları ayrı-ayrı bəyaniyələr yayaraq bu iddiaları rədd etdilər. Öğrencilər bu vəziyyəti öğrenci hərəkətinin müsadirə etmə çabası olaraq karakterizə etdilər. Tehran, Sənəti Şərif, Xarəzmi, Behişti, Azad, Tehran Mərkəzi və Həmədanın bu Əli Sina universitetlərinin öğrenciləri tərəfindən yayılan bəyaniyələrdə öğrenci etirazlarının səltənətçi cəryanlara bağlanması həqiqətin təhrif edilməsi olaraq qeyd olundu. Bildirilərdə universitetin azadlıq səngəri və siyasi güclərdən müstəqil bir qurum olduğu və öğrenci tələblərinin universitet xaricindəki cəryanların çıxarına istifadə edilməsinə icazə verilməyəcəyi vurğulandı. Öğrencilər bu mətnlərdə etirazlar zamanı ödədikləri ağır bədəllərə işarə edərək, öğrenci hərəkətinin nə vilayəti fəqihə bağlı, nə də şahın rəiyyəti olduğunu bəyan etdilər. Bəzi bildirilərdə Rıza Pəhləvinin universitetlərə verdiyi iddia olunan dəstək böyük yalan və fürsətçilik və ya morçsəvarlıq olaraq adlandırıldı. Universitetin siyasi cəryanların təbliğat platformu deyil, bilinç, qudrət tənqidi və haqq tələb etmə yeri olduğu ifadə edildi. Xarəzmi Üniversitesi öğrencilərinin bildirisində Savak dövrü daxil olmaqla tarixin müxtəlif istibdad və baskı dövrlərinə toxunularaq universitetin mübarizə tarixinin təhrif edilməsinə icazə verilməyəcəyi bildirildi.
ərz və ya döviz bazarındakı kəskin dəyişikliklər və realın dəyərdən düşməsindən sonra Tehranın daşınmaz əmlak bazarında da qiymətlər ciddi şəkildə yüksəldi. Raporlara əsasən son 2-3 ay ərzində Tehranın bəzi bölgələrində satışa çıxarılan mənzillərin qiymətində %30 ilə 50 arasında artış görülmüşdür. Şəhərin güney bölgələrində yeni tikili mənzillərin 1 metr mürəbbənin qiyməti təxminən 80 milyon tüməndən 120 milyon tüməndən yuxarıya çatmışdır. Dey ayındaykən 130 ila 140 min tüman civarında olan doların qiymətinin 160 min tüməni keçməsi ilə yanaşı, satıcılar ya bazardan çəkilmiş, ya da tələb etdikləri qiymətləri davamlı olaraq artırmışlar. Buna baxmayaraq, əmlak sahəsində çalışanlar satışların çox az olduğunu və qiymət artışının daha çox nominal karakter daşıdığını bildirirlər. Sınfi fəallar eyni zamanda önümüzdəki aylarda icarələrin də artacağını vurğulayırlar. Dəyərli dinləyicilər, Araz News Radiosunun bugünkü xəbər bültəni başa çatdı. Bizimlə olduğunuz üçün sizə təşəkkür edirik. Bir sonraki bültənədək bizi izləməyə davam edin.